Salam hər kəsə, sizlərlə Yusufdur. Xoş gördük kanalda. Bu günləri mən sizə flaşka ilə hər hansı bir əməliyyat sistemini PC-mizə necə qura bilərik bu haqda video çəkib bu günləri sizə göstərəcəm. İlk öncə bizim üçün ona Reset From yüzlü proqram lazımdır. Bir çox proqram vardı, amma mən ən universal bunu gördüyüm üçün sizə göstərəcəm. Mən bu günlərə həmin flaşkaya həm Linux'un Ubuntu versiyasını və Windows yükləyəcəm. İkisi birdən yükləyəcəm flaşkaya. Ona görə proqramı mən üstün görürəm. Flaşkamız isə 8 GB və yaxud 4 GB. Əgər belə deyək, bir əməliyyat sistemi flaşka yazarsınızsa 4 və ikisini yazarsınızsa 8 olsa yaxşı olar. Yəni bu qədər. Mən siz başlayın bunların hamısını sizə göstərməyə. İlk öncə Reset From yüzünü açırıq. Əgər Counter 32 bitsə, yəni bunu çəkirsiniz. Əgər 64 isə X64 yazmalısınız. Mən də 64-dür, X64 yazacağım. Və burada bu flaşkanı tapacaq biraz gözlüyü və gördüyünüz kimi Kingston Data Travel. Məndə 16 GB flaşka var, həmin flaşka tapdı. Sonra biz eğer istəyirsinizsə format etməyə, avtoformat burada tool var. Onu açırsınız, yəni heç nə yazmırsınız, aktivləşdirirsiniz. Özünüz də format edə bilərsiniz. Çox çətin bir şey burada yoxdur, yəni onu deyim sizə. Mənim flaşkam USB 1 yazılıb burada. Buraya gəlirsiniz, burada formatı seçirsiniz, yəni 8192 byte seçirsiniz, yəni bu sürətli olur həmişə. Bunu da FAT32 edirsiniz, yəni startı bastınız, okey. Yəni mən bunu size ona göre gösterdim, eğer size buradan alınmasa buradan edilərsiniz. Sonra görürsünüz formatı, sonra biz install edeceğimiz bir əməliyyat sistemi seçirik. Eğer sizde Windows Vista 7.8 10'dursa və yaxud server 2008 2012 kimi və yaxud yuxarı versiyası yəni buranı seçirik. Eğer köhnə versiyası inanmıram yəni bunu bir eyletince istifadə etsin. Windows 2000 və yaxud XP ya bu seçsin. Mən bugün 2 dənə əməliyyat sistemi yazıram. Yəni Linux'u seçək. Yəni bura biz öz Windows'umuzu seçirik. Windows daha doğrusu Windows seçirik. Yəni Windows 10 Pro Core X64 ilə open edirik bunu. Burada isə Linux seçirik. Ubuntu seçdim mən. Və OK basırıq buradan. Və bunu deyim sizə, bu biraz vaxt aparacaq. Hardasa bir 10 dəqiqədən 20 dəqiqə kimi yüksələ bilir. Baxır siz nə həcmində əməliyyat sistemini yükləyəcəksiniz. Mənim indi yüklədiyim hardasa bir 10 dəqiqə, 15 dəqiqə çəkəcək. Bunun üçün mən videomu biraz olabilir tezləşdirəcəm. Və prosesin gedib getmədiyini də bilmək üçün bu show logo açıram burada ki, qoy bilim. Gəlin başlayıq, bunu bastıq və artıq başladı. Və artıq məndə belə deyək işlər bitdi. Bu hardasa məndə 21 dəqiqə çəkdi. Yəni 4 GB Windows idi və Ubuntu isə bizdə dəqiqə indi göstərirəm. Ubuntu isə 1.38 GB, yəni bunlar birlikdə 21 dəqiqə sürdü. OK bastıq və artıq işlem bitdi. Yəni bizim flaşka belə deyək installer kimi oldu, yəni kompüterimize taxan kimi soruşacaq bizdən nə install olunsun, Windows yoxsa Linux. İstəyirsiniz bunu da sizə göstərim mən. Və gördüyünüz kimi artıq kompüterimi söndürdüm və flaşkanın kompüterine baxıram və kompüterimizi yandırdıqda biz boot menyuya girməliyik. Boot menyuya girmək üçün ikincisi F9 və F11 ya da ki F12 də ola bilər.
Çoxunda F12 ilə F9-dur bunu deyim sizə. Bunlardan üçün birini yoxlayın, yəni 100% girməlidir boot menüyə. Və counter'ımızı yandırıb, mən də F9 deyə F9'u basacağam. Və belə basırıq. Gördüyünüz kimi Enter'i burada vurdum. Burada məndən soruşur seçenin, yəni mən USB-ni seçəcəm, çünki USB-dədir məndə də. Yəni sizdə də USB olacaq. Ola bilsin, kimdəsə USB-nin adı çıxdı, yəni məsəl üçün Kingston-sa, yəni Kingston yazacaq, belə çıxacaq. Və buradan bizdən soruşur seçim edin. Yəni burada birinci deyir Windows installeri, ikinci deyir yəni olduğu hard diskdən başlamaq, yəni üçüncü isə yəni burada deyir ki, Ubuntu installerini açın. Bunların siz hansını istəsəz seçə bilərsiniz. Gəlin sizi bunun işləyib işləmədiyini göstərim. Məsəl üçün Ubuntu'ya bastım və görürsünüz yəni. Və gördüyünüz kimi yəni, bu Ubuntu installerdir. Yəni hamınız bilirsiniz, əgər install edibsiniz əvvəl. Yəni bütün proses bu qədərdir. Video baxdığınız üçün təşəkkür edirəm. Videoları like edib bəyənməyi unutmayın. Gələn görüşərdək.